Bəzən insan olaraq özümüzü günahkar, tükənmiş, dəyərsiz və yetərsiz hiss edirik. Sanki içimizdə bir tərəf bizdən sevgi, diqqət və anlayış istəyir. Amma biz onu eşitmirik. O hiss əslində içimizdəki uşaqdır. O illər öncə incimiş, qorxmuş və sadəcə sevilmək istəyən o hissəmizdir. Bugün səni o hiss ilə, yəni içimizdəki uşaqla bir görüşə aparmaq istəyirəm. Sadəcə rahat yerə keç, bədənini burax və bu səsi izləməyə icazə ver. Əgər istəyirsənsə, gözlərini yum. Bir neçə dərin nəfəs al və ver. Nəfəs alarkən sakitliyin bədəninə dolduğunu, nəfəs verərkən isə gərginliyin səni tərk etdiyini hiss et. Diqqətini nəfəsinə yönəlt. Onu dəyişmədən sadəcə müşahidə elə. Bədənin hər nəfəslə biraz daha yüngülləşdiyini hiss edirsən. Hər dəfə nəfəs aldıqca bədənin daha da yüngülləşir və rahatlaşır. İndi diqqətini başından ayaqlarına doğru apar. Alnını, gözlərini, çiyinlərini, qollarını, ürəyini, qarnını, ayaqlarını hiss elə. Bədənin səni qoruyub bu günə qədər gətirdiyinə görə şükür elə. Bütün bədən hissələrinə təşəkkür et. Hər bir hissəyə sevgi göndər. Bu an sadəcə varsın. Heç nəyə tələsmirsən. İndi təsəvvür et ki, sakit, gözəl bir bağdasan. Günəşin işığı yumşaqca bədəninə toxunur, külək sanki səni qucaqlayır. Bu bağın içində bir uşaq dayanıb. Sən yavaş-yavaş ona yaxınlaşmağa çalışırsan. O sənin keçmişindəki özünsən. Bəlkə 5, bəlkə 8, bəlkə 7 yaşındakı sən. Bir dön ona bax. Onun üzündəki ifadəni görməyə çalış. Bəlkə biraz qorxmuş, bəlkə tənha, bəlkə də sadəcə səni müşahidə edir. Onun gözlərinin dərinliyinə bax. Yavaş-yavaş ona yaxınlaş. Heç nə demə. Toxunma. Sadəcə yanında dayan. Onun gözlərinə bax. Və ürəyində de. Buradayam. Səni görürəm. O hansı hissləri keçirir? Sənə necə baxır? İndi ona sakitcə soruş. Sənin nəyə ehtiyacın var? Nəyə ehtiyac duyursan? O, bəlkə də səni qucaqlamaq istəyəcək. Bəlkə ağlayacaq, bəlkə də heç nə deməyəcək. Bəlkə səni itələyəcək. Sadəcə onu dinlə. Onda olan hər hiss, qorxu, kədər, həsrət,
tərk edilmə. Sadəcə hiss olunmaq istəyir. Heç nəyi düzəltməyə çalışma. Sadəcə onun yanında ol. Ürəyindən gələn sözləri ona pıçılda. Mən səni sevirəm. Sən artıq tək deyilsən. Mən buradayam. Sənin yanındayam. Bu sözləri ürəyində bir neçə dəfə təkrar et. Hər dəfə dedikcə içindəki yumşalma hissinə diqqət yetir. İndi təsəvvür elə ki, o uşaq sənə yaxınlaşır. Sən onu qucaqlayırsan. O sənin ürəyinə sığınır. Bu qucaqlaşmada illərlə gizlənmiş sevgi, anlayış və şəfa axmağa başlayır. Yuxarıdan gələn mavi işıq sənin və onun ətrafında fırlanır. Bu an sən içindəki uşaq və böyümüş halın bir-birinə qarışır. Uşaqla bir olursan. Sənin sevgin onu sakitləşdirir və saf enerjisi səni yüngülləşdirir. İndi dərindən bir nəfəs al və ver. Bu hissi, bu sevgini özündə saxla. O sənin qəlbində mavi bir işıq kimidir. Bil ki, o uşaq həmişə sənin içindədir və sən istədiyin an onunla danışa bilərsən. Yavaş-yavaş diqqətini bədəninə yönəlt. Ayaqlarını, əllərini, çiyinlərini hiss elə. Hazır olanda yavaş-yavaş gözlərini aç. İndi özünə pıçılda. İndi və burada olmaq kifayətdir. Mən sevilməyə layiqəm.